Vəliyyətdin Adil Ağdamlı. Ad günü. 6 yaşında bir qız soruşdu atasından. İnsan nə vaxt böyüyür, yaşlı olur atacan? Basıb qızın bağrına sığallayaraq başın, dedi, böyük olarsan, olsa 18 yaşım. Elə bir ki, çatmışam mən 18 yaşıma. Ata, həmin günündə nə alarsan qızına? Hələ çox var o vaxtda. Sağlıq olsun ay bala. Yəqin ki, bir hədiyyə atan edər adına. Nağıllarda olan tək ötdü artıq tez zaman. 18 yaşına da gəlib çatmışdı Nazan. Qəfil yayılan xəbər hamını şoka saldı. İtirdi qızı huşunu, yıxılıb yerdə qaldı. Çatdırsalar da qızı təcili tez həkimə, həkimin dediyindən işidən batdı qəmə. Sabah tamam olacaq qızın 18 yaşı, əlacı tapılmasa, olacaq onun yası. Atasını çağırıb, həkim olanı dedi. Ata həkimlə birgə keçib içəri getdi. Bir xəbər vermədilər nə qız, nə də atadan. Həriyə bir cür yazır qismətini yaradan. Əməliyyat qurtardı, qız oyanıb baxırdı. Gözləri nəmli-dəmli atasını axtarırdı. Yanında kimsəsi yox, tənha qalmışdı bu qız. Diqqətini cəlb etdi, yoran üstəki kağız. Qız götürüb kağızı əsə-əsə oxudu. İnana bilmirdi bu, həqiqətdir, yuxudur. Sən 18 yaşında nə alarsan demişdin. Mən sənə bu gününə ürəyimi vermişəm. Çatdın dediyin günə, mübarəkdir ad günün. Ürəyim ürəyində qoy əbədi döyünsün.